Bu dəfə Qazaxıstanın milli yeməklərindən biri olan bağırsaq bişirdim. Bugün sizi Qazaxlı bir ailənin evinə aparacağım. Hansı ki siz burada Qazaxların milli adət-ənənələrini, yeməklərini görə bilərsiniz. İçəri girən kimi evin xanımının bağırsaq bişirdiyini görüb ona kömək etmək istədim. O da sağ olsun mənə necə ediləcəyini başa saldı. Bağırsaq xəmirdən hazırlanan kündələrdir ki, çörək əvəzi Qazaxlar bunu yeyir. Bir növ bizim pişini xatırladır. Daha sonra Qazaxlıların milli geyimlərini geyinib qartal əlimizdə tutduq. Mən ilk dəfə idi ki, bu qədər ağırlıqda qartalı qolumda tuturdum. Bu qartal da həmin ailəyə məxsusdur. Nə qədər ox atmağı mənə öyrətsələr də heyf ki, bacara bilmədim. Ya da ki, ox solaxaylar üçün deyil idi. Nahar etmək üçün Qazaxlı ailənin evinə daxil oldu. Burada isə ailənin qızları bizi qımızla qarşılayır. Qımız at südünə hazırlanan milli içkiləridir. Dadı bizim kefirə bənzəsə də lap da ürəyim getmədi. Bu isə ailənin bizim üçün hazırladığı o möhtəşəm süfrədir. Bu arada Qazaxlar yemək yeyən zaman yerdən otururlar. Yemək yeyən zaman qızları və ev sahibinin özü çox qəşəng milli musiqilər çalır. Yemək gəlinə qədər bir neçə milli adətlərinə də şahidlik edib keçdiyi əsas məsələyə. Mənim səbirsizliklə gözlədiyim məqamlardan biri də at ətinin dadına baxmaq idi. Ümumiyyətlə Qazaxlarda at əti həm ən dadlı, həm də ən bahalı ət sayılır. Dadını bəyənsəm də xüsusi bir qoxusu var idi ki, o biraz mənə ağır basırdı. Daha sonra ailə başçısı bizim hamımızı yığıb çadırların yanına at sürməyə gətirdi. Bu gün mənim Qazaxstanda keçirdiyim ən gözəl günlərdən biri oldu.